Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şikayətin oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. ABC bir üçbucaqdır. H nöqtəsi hündürlüklərin kesişmə nöqtəsidir. AHY üçbucağının sahəsi S-dir. DCYH dördbucaqlısının sahəsi 8S-dir. HD 4-dür. AC 15 olduğuna görə BH vuraq HY hasili nəyə bərabərdir? Gəlin tapşırığı həll etməyə çalışaq. Məsələnin şikayətinə görə biz yaza bilərik ki, AD perpendikulyardır BC-yə. Digər tərəfdən yaza bilərik ki, BY perpendikulyardır AC-yə. Onda perpendikulyarlıq şərtinə əsasən bucaqlar da qarşılıqlı bucaqlarda bir alfa desək, bu bucağı da bir beta desək. Onda perpendikulyarlıq şərtinə əsasən üçbucaq AHY oxşardır üçbucaq BHD-yə, BHD-yə. Digər tərəfdən üçbucaq ADC oxşardır üçbucaq AHY-yə, AHY-yə. Bu bucağı da biz bir alfa ilə işarə etsək. İndi ADC və AHY üçbucaqların oxşarlığından biz yaza bilərik ki, AH-ın nisbəti AC-yə bərabərdir S-in nisbəti S plus 8 isə. S plus 8 isə. Daha doğrusu AH-ın nisbəti AC-yə bunun kvadratı. Çünki üçbucağın tərəflərinin nisbətinin kvadratı bərabərdir sahələrin nisbətinə. İndi buradan AH-ın kvadratı, buradan da 15'in kvadratı bərabərdir S-in nisbəti 9 isə. Bunları da ixtisar etsək 1'in nisbəti 9-a. Onda buradan yaza bilərik ki, AH kvadratı bərabərdir 15'in kvadratı bölək 9. Buradan da yaza bilərik ki, AH bərabərdir 15'in kvadratı bölək 9. Burada yaza bilərik ki, 5 bölək 15 bölək 3. 15'in kvadratından 15 çıxır. Buradan da 9'dan da 3 çıxır kök. Buradan da yazırıq ki, AH bərabərdir 5'ə. İndi biz buradan yaza bilərik ki, deməli biz tapdıq ki, AD bərabərdir AH üstə gələk HT. O da bərabərdir 5 üstə gələk 4. O da bərabərdir 9. O zaman biz üçbucaq ADC-dən Pifagor teoreminə görə yaza bilərik ki, DC bərabərdir 15'in kvadratı çıxaq 9'un kvadratı. Bu da bərabərdir 144. Onda DC də bərabərdir 12. İndi biz yazırıq ki, üçbucaq BHD-nin oxşarlığı ilə üçbucaq BHD-nin oxşarlığı ilə üçbucaq ADC-nin oxşarlığı. Bunu bayaq göstərmişik. ADC-nin oxşarlığı. Bu oxşarlıqdan yazırıq ki BH-ın nisbəti AC-yə
BH-ın nisbəti AC-yə bərabərdir. HD-nin nisbəti DC-yə BH bizdə yoxdur, onu axtarırıq. BH AC 15-dir. HD 4-dür. DC də bayaq tapdıq 12-dir. Bunu da ixtisar etsək, buradan alırıq ki BH bərabərdir 3 dənə BH bərabərdir 15-ə. Buradan alırıq ki BH bərabərdir 5-ə. İndi biz bayaq demişdik ki üçbucaq AHY ilə BDH üçbucağı oxşardır. İndi biz görürük ki bu üçbucaqlarda ikisi də düzbucaqlı üçbucaqlardır. Yəni bu düzbucaqlı üçbucaqlarda AH BH-ə bərabərdir. Deməli düzbucaqlı üçbucaqlarda AH BH-ə bərabərdirsə, AH bərabərdir BH-dırsa, onda bu üçbucaqlar kongruent üçbucaqlardır. Yəni bərabər üçbucaqlardır. Onda AH BH-ə bərabərdir. O da 5-dirsə, onda HD də HY-yə bərabər olar. HD də bərabər olar nəyə? HY-yə. HD də bərabər olar HY-yə. HD də HY-yə bərabər olar. HY-yə. O da məsələnin şərtinə verir 4-dür. Deməli, onda bizdən tələb olunur ki, nəyi tapın? BH vuraq HY-ni tapın. BH vuraq HY. O da bərabərdir. 5 vuraq 4, o da bərabərdir 20 olar. Bu isə Y variantına uyğun gəlir. Maraqlı sual idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.